Salam değerli dostlar, değerli müşteriler. Termona kombisinin təmiri və yuyulması üçün müraciət almışıq. Kombinin iç hissələrini sizlərə göstərmiş olum. Yolu tipli sirkulyasiya əsasından təsis olunubdur. Əmniyyət ventilli standartlardandır. Bunun ən bahalı ehtiyac hissəsi təzyiq datçikidir. Hansı ki tam fərqli qiymətədir. Qaz valfinin sigma olduğunu görürük. Standart qaz valflərindəndir. Turbindəki bypasslı turbinlərdəndir. Hansı ki doldurma ventilindən ADN1 isti suya aid olan hissədən soyuq suya bağlantı olan hissəsindən su çıxardır. Tak belə. Burada kapital çıxı göstərim sizlərə. Temperatur oxuyucu inticilər var. Burada 2 ədəd, biri isti suyun üzərindədir. Digəri isə radiator sistemində temperaturu ölçəndə. Burada fərqli nə var başqa? Ana silincanın üzərindən hava purjuru, avtomatik hava çıxardan var. Burada 2 ədəddir. Biri də ki nasosun arxasında var. Avtomatik hava purjuru. Bağlantı hissələri bunlarda fərqlidir. Radiatorun gördüyümüz qədər dönüşü sağdadır, gedişi solda. Bu deyək ki standartdır. İsti soyuq suyun girişi isə bu kombilərdə soldadır. Soldan girişdir, yəni soyuq suyun girişi soldandır. İsti su istifadə isə sağdandır. Bax, qırmızı olan isti su istifadədir. Filtrli olan isə soyuq suyun girişidir. Buradan tam əksinədir. Buradan da gördüyümüz qədər turbindən baxdıqda başa düşmüş oluruq. Belə plat hissəsini də sizlərə göstərmiş olum. Ekranlıdır. Qısa bir ekranlıdır. Knopkalı deyil. Ekranlıdır. Suyun temperatur ayarlayıcısıdır. Radiatorun temperatur ayarlayıcısı rüçkasıdır. Bir də yay rejimi, qış rejimi, reset plus olmaq deyim, idarə etmə rüçkasıdır. Fandakı ustalar arasında 3 ayaq kimi tanıdığımız standart fanlardandır. Bakıdakı yəqin 24 kilovatlıq kombiyə oxşayır. Yəqin 6 litrlik nədən adı? Raştini bak olmuş olar. Yəni hava balonu 6 litrlik baklardan olmuş olar. İçərisini biz təmizlədik. İndi isə suşulkadan yuma işləri də gedir. Baxın belə. Değerli dostlar, değerli müşteriler, sizlerin de evinizdə təmiri, kombi radiatorla yuyulmasına təmirinə ehtiyacı varsa bizlərə müraciət edərək, Omega servis olarak bizlere müraciət edərək kombinizdə və radiatorlarınızda olan problemləri həll edə bilərsiniz. Sağ olun.